Xoş gördük hər birinizi. Hər zaman olduğu kimi bu istirahət günündə sizin görüşünüzə gəldik. İnanıram ki, qızıl vaxtınızı bizə sərf etməyə heç də peşman olmayacaqsınız. Çünki maraqlı, orijinal bir interyer barəsində danışacağım. Bir balaca gəncləri də düşünmüşük. Daha dəqiq desək, 6 yaşdan yuxarı olan, 18 yaşa qədər olan oğlan uşaqları üçün xüsusi bir interyer, xüsusi bir otaq hazırlayacağıq. Diqqətlə izləsəz, siz də bilərsiniz ki, bu yaşda olan oğlanlar hansı elementləri və hansı rəngləri daha çox sevirlər. Sinansiz İnşaat təqdim edir. Hele verden stører forbi, og jeg smelter indeni. Vi er fortabte i hinanden, selvom vi er sådan, det var forbi. Əgər siz də orijinal və zövqlü interyerə sahib olmaq istəyirsinizsə, onda mütləq bizə müraciət edin. Sinansiz İnşaat. Peşəkar dizayner məsləhətləri və yüksək keyfiyyətli təmir. Bax elə, bu bizim işimiz. Necə deyərlər? Müasirliyi bizimlə yaradın. Sinansiz İnşaat. Həm güvənli, həm rahat. VEKA profil sistemlərinin müəyyən tarixi və təkamülü var. Bu sistemlər məntiqi inkişaf yolu keçmişdir. 60-cı illərdə plastik pəncərə profillərinin bazarında yalnız montaj eni 58 mm olan profillər mövcud idi. 90-cı illərdə isə 70 mm-lik profillərdən istifadə edilməyə başlandı. Sonralar isə texnik və mühəndislər daha enli profilləri sınaqdan keçirdilər. Göründüyü kimi, bu tərəqqinin əsasında daha isti pəncərə sistemlərini hazırlamaq üçün konstruktorlarımızın səyi dayanır. 2015-ci ildə Avropada enerji qənaəti haqqında qanun qüvvəyə minəcək. Bu qanuna əsasən, hətta 70 mm-lik pəncərə sistemləri də bu qanunda enerji qənaəti üzrə nəzərdə tutulan müddəalara cavab vermir. Buna görə də VEKA şirkəti zamanın tələblərinə uyğun olaraq və öz əməkdaşlarının bazarda öz layiqli yerini tutacaq pəncərə sistemləri hazırlanmasını təmin etmək üçün yeni Softline 82 pəncərə layihəsini işləyib hazırlamışdır. Bugün Softline 82 pəncərə sistemləri 2015-ci ildə aktual olacaq qanunun bütün tələblərinə cavab verir. Bu sistemin özəllikləri nədən ibarətdir? Softline 82 ilk növbədə Qərbi Avropa bazarında üstünlük təşkil edən 70 mm-lik profillərdən fərqli olaraq montaj eni 82 mm olan profillər deməkdir. Bu fərq profilin barmaq eni qədər böyüməsi deməkdir. Elə bu xüsusiyyət profilə daha enli, yəni 52 mm qədər eni olan şüşə paketi yerləşdirməyə imkan yaradır. Nəzərinizə çatdırmaq istəyirik ki, bugün bazarda daha geniş yayılmış şüşə paketlərinin eni 36 mm və ya 24 mm-dir. Bu sistemdə isə şüşə paketinin eni düz 52 mm-dir. Bu cür enli şüşə paketi həm mənzilinizin səs-küydən qorunmasında, həm də istilik itkisinin qarşısının alınmasında xüsusi əhəmiyyət daşıyır.
Burada fals məsafəsi də böyüdülüb. Fals məsafəsi şüşə paketinin profil layının içərisinə daxil olduğu dərinliyə deyilir. Bu parametr şüşə paketinin ştapikə toxunan hissəsində nə qədər soyuyacağını göstərir. Əgər standarta uyğun olaraq 58 mm-lik profildə bu məsafə 18 mm, 70 mm-likdə isə 21 mm-dirsə, Softline profilində bu rəqəm 24 mm-dir. Bu da əvvəlkilərdən 3 mm çox deməkdir. Diqqəti çəkən başqa bir cəhət isə, gördüyünüz kimi bu profildə mərkəzdə əlavə tamamlayıcı rezin konturun olmasıdır. Beləliklə, bu sistemdə 3 rezin kontur mövcuddur ki, bunların da sayəsində hazır pəncərə əhəmiyyətli dərəcədə germetik, yəni kip olur. Bu da öz növbəsində içəriyə soyuq hava axınının sızmasını əngəlləyir və biz enerjiyə qənaət etmiş oluruq. Bəli, anonslardan məlum oldu interyerimiz artıq bir balaca ipucuları da verim ki, interyer ilk öncə sadə olacaq. Sadəliyi ilə yanaşı otaq nə qədər də balaca olsa, orada həm çarpayı yerləşdirmək mütləq lazımdır, həm kiçik bir yumuşaq dəst və yaxud da işlək kompüter masası yerləşdirmək əsas şərtdir ki, bu da ki, burada yaşayan sakinin həm istəyinə, həm onun çalışmasının səmərələşdirilməsinə uyğundur və ona yönəldilmiş bir istiqamətdir. Odur ki, siz də interyerdə çalışın, əşyalar çox olmasın, minimum həddə olsun. Təbii, ancaq elə edin ki, yerləşdirilən əşyalar da tam övladınıza yararlı və övladınızın işləməsi üçün tam uyğun olsun. Biz bu nöqteyi nəzərdən bu interyerə yanaşmışıq. Diqqətlə izləyin, çünki artıq işlərimiz başlayıb. İlk öncə elektrik sançerinin işini görürük, sonra da təbii ki, digər elementlərə, digər etaba keçəcəyik. Birlikdə məqsədə çatmaq. Bir-birinə etibar etmək. Güclü əməkdaşlarla birgə çalışmaq. Öz gücünü tanımaq və onu səfərbər etmək. Bu bizi irəliyə aparan dəyərlərdir. Dünyanın, insanların evi olan hər yerində biz o həyat fəzasını insan fərdiliyi və fantaziyasının tələb elədiyi kimi tərtib edirik. Çünki hər bir məsələ üçün ən gözəl həll təklif edirik. Yüksək hazırlıq keçmiş əməkdaşlarımızın əməyi və ən müasir istehsalatımız məhz buna həsr edilmişdir. Biz bütün dünyada VK profilləri ilə işləyən əməkdaşlarımızın yanındayıq. 1969-cu ildən başlayaraq, burada istifadəsi əməkdaşlarımızın bütün dünyada uğur qazanmasına səbəb olmuş pəncərə sistemləri işlənib istehsal olunur. Biliyimiz, səlahiyyətimiz, təcrübəmiz bizə imkan verir ki, müxtəlif ölkələr və memarlıq ənənələri üçün ən uyğun və ən gözəl təkliflər verək. 40-dan çox filialımız dünyanın önəmli bazarlarında VK şirkətinin iştirakını təmin edir. VK-nın qlobal şəbəkəsi bütün ölkələrdə fəaliyyət göstərən 3000-dən artıq əməkdaşlarımızın tələblərinə dərhal və effektli cavab verməyimizə şərait yaradır. Bizim şirkət sahibkar tərəfindən idarə olunur. Bu bizim və əməkdaşlarımızın stabil, yüksələn və mütərəqqi inkişafının təminatçısıdır. Profil konstruktivində ideyadan sertifikatlaşmış həllə qədər.
Bu arada nəzərinizə çatdıraq ki, verilişimizin əsas dəstəkçisi məsələ VK, əsl Alman keyfiyyətli profillərdir. Siz də özünüzün və doğmalarınızın həyatını tam qorumaq istəyirsinizsə, onda pəncərə və qapılarınızı mütləq Alman profili olan VK-dan seçin. Müasirliyi və orijinallığı bir arada yaradan Sinans İnşaat şirkəti bugünkü mənzilimizdə olduqca orijinal bir dizayn həlli həyata keçirəcək. Əgər siz də öz evlərinizi möhtəşəm görmək istəyirsinizsə, onda mütləq Sinans İnşaata müraciət edin. Bəli, demək olar interyerimizdə müəyyən işlər görüldü və mən istəyirəm bu interyerdə olan rənglərdən biraz danışım. Daha çox açıq tonlardan istifadə edəcək. Həm istəyən gənc oğlan bunu istəyir, yəni evin yiyəsi daha dəqiq desək. 6 yaşdan 18 yaşa qədər insanlar hər zaman, gənc oğlanlar adətən, cavanlar bir balaca qarışıq rənglərdən qaçırlar, sadə rənglərdən istifadə edirlər, amma qızlar əksinə olaraq qarışıq və gözə çarpan elementlərdən istifadə edirlər. Bizdə də burada gözə çarpan element olacaq, amma sadə ağ rəngdə mən istəyirəm bu olsun ki, həm otağımız balacadır, geniş görsənsin, həm də ki, sifarişçimizin tam ürəyincə olsun. Diqqətlə bizi izləyin, indi döşəməmiz də vurulur və o da sırf palıd ağacından seçilmişdi. Palıd ağacının necə vurmaq lazımdırsa, o qaydasını gəlin izləyək. Bəli, əziz tamaşaçılarımız, təmirimiz davam edir, mühasirəyə baxırsınız və bu günləri istəyirəm sizə təmir etdiyimiz mənzildə, məsələ yerin döşəməsinin daha dəqiq desək, polun, parketin vurulma qaydasını göstərək. İlk öncə bunun üçün nə lazımdır? Yerin ümumi, belə deyək də, hündürlük məsafəsi hər divar boyu ölçülür, sonra isə xətləndikdən sonra da evdə minimum yerlə evin hündürlüyü götürür ki, sabahda tavandan alçıpan aşağı düşəndə o qədər də evdə hündürlük az olmasın. Bunun üçün ilk öncə laqalar atılır və ustalarımızdan öyrənək görək neçə metrdən bir atırlar. Yorulmayasınız. Hüseyin Usta, Vasif Usta, xoş gəlmişsiniz bir də. Usta, bunu neçə metrdən bir atmaq lazımdır? Deməli, alt laqası 65 santıdan gedir, üst laqası 32 santıdan düşür. 32 santıdan. Bizim düşüncə və fəaliyyətimizi etibarlı əməkdaşlıq müəyyənləşdirir. Məhsulun yüksək keyfiyyəti, mütləq etibar, sürətli çatdırılma və mükəmməl keyfiyyətli servis. Fəaliyyətimizin bütün sahələrində biz ən ciddi keyfiyyət göstəricilərinə riayət edirik. Bununla da hazır məhsulumuzun mükəmməl keyfiyyətini təmin etmiş olur. Geniş çeşidli servis xidmətləri ilə əməkdaşlarımızla fəaliyyətlərinin bütün sahələrində əlaqə saxlayır və kömək edirik. Çünki bizim hədəfimiz hamının uğur qazanmasıdır. Biz plastik pəncərələrin inkişafına fəal təsir edirik. Keyfiyyətə qarşı tələbkarlığımız işimizdə yeni inovasiyalar axtarıb tətbiq eləməyə sövq edir. VK-nın know-how'su mühəndis və konstruktorlarımızın çoxillik təcrübəsinə əsaslanır və bugün sabahın profillərinin təməlini təşkil edir. Bizim profillərimiz normanı aşan çox ömürlülüyü ilə seçilir və effektiv pəncərə fəzası təşkil eləmək üçün əlverişlidir.
Beləcə biz tikinti, reklam və digər sahələrdə geniş istifadə olunan metal və PVX-dən hazırlanan pəncərə və qapı profilləri üçün aparıcı sistemli istehsalatçı oldu. Məhsulun keyfiyyətinə qarşı sərt tələbkarlığımız bizi vadar eləyir ki, hətta istehsal vasitələrimizin, istehsal alətlərimizin əksəriyyətini müstəqil olaraq özümüz istehsal eləyək. Fərdi tələblərə və sorğulara geniş və müxtəlif təkliflərlə cavab veririk. Başqaları uzun müddətli istifadə barədə yalnız danışarkən, biz 30 ildən artıqdır ki, Avropada peşəkarcasına plastik məhsulların istehsalı ilə məşğul. Bizim ixtisaslaşmış müəssisələrimiz Almaniyada, Fransada və Böyük Britaniyada fəaliyyət göstərir. Ən müasir istehsalat texnologiyası, enerji mühafizə edən texnologiyalar. Biz əməkdaşlarımız və müştərilərimizlə gələcəyə inamla baxırıq. VK, keyfiyyətli profil. Bəli, döşəməmizdə müəyyən işlər görülür və artıq tavanda elementlər seçiləcək. Tavanda təbii ki, sadə bir mən fiqur istəyirəm. Amma hansı fiqur ki, həmin o element həm tavanda olsun və onun da müəyyən hissəsi divarda əksini tapsın. İki nazik, belə deyək də, alçıpanla bir fiqur olacaq. Onun arasında isə təbii ki, rəflər yerləşmək olar ki, sabahlarda həmin evdə yaşayan kitablarını, aksesuarlarını və yaxud gələcəkdə olan uğurlarına təşkil edən o qramataları ora qoya bilər, nailiyyətlərini ora qoya bilər. Məncə, orijinal görsənəcək. Odur ki, siz də evinizdə əgər, belə deyək də, kitab rəfi yığmağa yeriniz yoxdursa və yaxud bu elementləri yerləşdirməyə yeriniz yoxsa, onda mütləq divarda, daha çox istifadə olunmayan məkanda, biz də elə istifadə olunmayan bir məkanda etdik. Çünki yumuşaq dəstin düz üzərində müəyyən hündürlüyü nəzərə alaraq, yumuşaq dəstin hündürlüyünü nəzərə alaraq, onun üzərində bir fiqur verdik və həmin fiqur başlanğıcı bizim yumuşaq dəstin üzərindən başlayır, amma qurtaran nöqtəsi isə tavanın tən ortasındadır. İnanıram ki, bu da orijinal görsənəcək. Siz də diqqətlə izləyin. Ola bilsin, siz də interyerinizdə belə bir fiqurdan istifadə etdiniz. Kim bilir? Mənə çox əziz, yaxın doğma olan insanlardır və eşitdim ki, təzə divan almaq istəyirlər, divan kreslo almaq istəyirlər. Yəni, mən dərhal dedim ki, gəl, əlavə əziyyətə dəymir və əlavə pul xərcə dəyməz, belə dəyişiklik edir. Elə durmadan gəldik, çünki Esofa şirkətinin sayəsində, bax, elə sizin bu yumuşaq dəstinizi necə lazımdır təzələyəcəyik. Gəlin onda Esofa şirkətinin nümayəndələrini dəvət edək. Onlar bizə nümunələri gətirsin, elə bir yerdə burada rəngini seçək. Əziz tamaşaçılarımız, bax elə gördüyünüz bu yerdə 2 gündən sonra bizim köhnə mebellərimiz burada olacaq. Necə olacaqsa, əminəm ki, hamınız bəyənəcəksiniz. Bəli, əziz tamaşaçılar, budakı son. Görək, bəyəndilərmi? Bəyəndinizmi ki? Çox bəyəndik, həm də çox. Ürəyiniz oldu? Sənin xoşuna gəldi mi? Əsas məsələ evin balaca sahibi. Çox rahatdır, çox gözəldir. Hətta yumuşaqlığı da çox fərqlidir, dəyişir. Çox rahatdır, çox gözəldir. Təşəkkür edirik. Səbəbkar təbii ki, Könül xanım idi. Könül xanıma müraciət elədik və Könül xanım da öz gözəl bir insanların bizi evinə gətirdi. Bax, elə bu balacanın da ürəyincə olan bir mebel artıq burada Esofa şirkəti yaratdı. Ən azından Esofa şirkəti çalışır ki, sizin və özünüzün, ailənizin könlü xoş olsun, möhtəşəm, orijinal üslubda olan interyerlərdə rahat-rahat ömür sürəsiniz. Eyvan və lodiyalar mənzillərimizin ayrılmaz hissəsidir və onların soyuqdan, səs-küydən və başqa fəsadlardan qorunması eyvanlarımızın şüşəbəndlənməsinin əsas vəzifələrindəndir. Sunline məhz belə sistem və profil proqramı olaraq
VK-nın Alman konstruktorları tərəfindən işlənmiş və Avropada geniş istifadə olunan texnoloji həllidir. VK şirkətində texnoloji həlli ixtiyari konfigurasiyalı eyvan və lodiyaların problemsiz, qəşəng və effektli şüşəbəndlənməsinə imkan verən işlənmiş texnologiya mövcuddur. Xatırlayırsınızsa, bir zamanlar biz eyvanları şüşəbəndləmirdik və orada hər kəs öz fantaziyasına uyğun guşə yaradırdı. İndi isə VK profillərindən istifadə eləməklə eyvanlarımızı tez, qəşəng, isti və daha effektli şəkildə şüşəbəndə çevirmək imkanımız var. Eyvanda sahəyə qənaət eləmək üçün nəzərə alsaq ki, bizdə eyvanlar elə də böyük deyil və ona görə də mənzil sahibləri üçün hər kvadrat santimetr əhəmiyyət kəsb eləyir və onlar eyvanı böyük qabaretli konstruksiyalarla örtmək istəmirlər. Elə buna görə də VK şirkətinin texnoloqları hərəkət eləyən gövdələri olan sistemlər quraşdırırlar ki, bunun da sayəsində pəncərələr açılıb bağlanarkən eyvanın fəzasını tutmurlar və eyvanın bütün ərazisi sahibinin ixtiyarında qalmış olur. Bu arada həşaratlardan qorunmağı da unutmaq olmaz. Bu qorunmanı standart torlar və ya aşağıya indirilə bilən xüsusi torlarla gerçəkləşdirmək mümkündür. Ayrıca aşağı indirilə bilən xüsusi torlar müəyyən kölgə effekti yaradır. Bu sistemin başqa üstün cəhəti isə ondan ibarətdir ki, konstruktiv əsasında altdan işıqlandırılmır. VK-nın iki taylı pəncərə sistemlərinin hazırlanması üçün nəzərdə tutulan klassik pəncərə sistemləri ilə uyğundur. Deməli, biz yan, yuxarı və aşağı hissələri VK profillərindən hazırlaya bilərik və rahat şəkildə VK Sunline'ın açılan pəncərə sistemləri ilə eyvanı bağlaya bilərik. Bu sistemlər ən sərt iqlim şəraitində belə özünü doğrultmuşdur və istifadəçilərin razılığını qazanmışdır. Sir deyil ki, işçilərimiz eyvanların pəncərə ilə bağlanması üçün istifadə etdikləri konstruksiyaları məhz bu sistemin əsasında hazırlayırlar. Müəyyən etaplar görüldü, təhvil prosesinə də tam hazırıq. Ağ tonlarda bildirdiyim kimi ağ tonlarda istifadə etdik, amma ağı sadə etməmək üçün ağ rəngin üzərində, ağ divar kağızının üzərində müəyyən elementlər var ki, ev yiyəsinin, ev sahibinin, övladının daha çox istəyinə uyğun oldu ki, həm də ki ağ tonda olsa sırf çox sadə görsənərdi. Üzərində müəyyən elementlərin olması təbii ki, bu vacib şərtlərdən biridir ki, orijinal görsənsin. Odur ki, biz də buna riayət etdik və mənzilimiz tam hazırdır. Gəlin yollanaq ünvana, görək bizim peşəkar ustalarımız, Sinans İnşaat şirkətinin ustaları hansı səviyyədə bu təmiri təhvil verdilər. Həqiqətən də budakı son. Necə deyərlər, hər bir şey bir-birini tamamladı bu interyerdə. Otağımız balaca olsa da, amma buranın sahibinin, yəni evin, otağın qəhrəmanının, gənc oğlanın ürəyincə olacaq. Çünki rəngahəngliyi tam onun istədiyi kimidir. Hər bir şey də tam istədiyi kimi yerləşir. Çünki maksimum dərəcədə çalışmışıq burada əşyalarını yerləşdirək ki, sabahları buradan rahat istifadə edə bilsin. Ən azından nəzərinizə çatdıraq ki, gənc oğlandır, sabah dostları gələ bilər, dostları ilə ən azından bu divanda oturub, yumuşaq dəstə oturub söhbət eləyə bilərlər və yaxud kompüter masasında oturub dərs çalışa bilər və eyni zamanda çarpayısı da öz yerində alıb. Gördüyünüz kimi döşəməmiz parketdir, palıd ağacından istifadə olunur, palıd parketidir, üstü dolğu vurulub və laklanıb, çox gözəl görüntü, təbii, yəni belə deyək də, olduqca parlaq deyil, yarı parlaq biz parketə lak vurmuşuq, bu da çox gözəl görsənir. Otağımız çox maraqlıdır və hündürlüyü maksimum artırmağa çalışmışıq. Eyni zamanda divar kağızlarında görürsünüz, zolaqlı divar kağızından istifadə edərək interyeri daha da hündür göstərmişik. Daha ağ və açıq tonlardan istifadə edərək interyeri daha böyük göstərmişik. Sadəcə bu interyerdə çılğın element, məsələ bizim yumuşaq dəstimizin rəngidir ki, bax bu interyerə daha da orijinallıq qatır. Biz də bunu öncədən düşünmüşdük, əziz tamaşaçılar. Burada bir maraqlı stend yığmışıq. Həmin tavanda görürsünüzsə tam sadə bir tavan həllidir və sadəcə tavanda orijinallıq bu gördüyünüz fiqurun, alçıpanla yığılan bu fiqurun başlıq tərəflərinin məsələ tavanda bitməsidir. Yəni artıq bizim yumuşaq dəstin üzərindən başlayır və sırf tavanın mərkəzində bitir. Bu da özü-özlüyündə maraqlı dizayn həlinə gətirib çıxardır. Burada isə artıq
ev sahibi kitablarını, kitab rəfini, aksesuarlarını, maraqlı əşyaları burada yerləşdirə bilər orijinal görsənəcək həqiqətən də. Bax elə bu orijinallığı bizə müasir evdə yaradan Sinans İnşaat şirkətinə dərin təşəkkürümü bildirirəm. Həqiqətən Sinans İnşaat şirkətinin peşəkarları olduqca orijinal və maraqlı bir işin öhdəsindən gəldilər. Əgər siz də evinizi dizayn etdirmək istəyirsinizsə, onda müraciət edin 050 755 15 51. Sinans İnşaat həm güvənli, həm rahat. Pəncərəmizdə bax, havalandırması üçün bu cür çift şəkildə açılır. Yəni çox pərdəni qaldırmayacaqsa, heç pərdəni qaldırmağa da dəyməz və eyni zamanda sağ tərəfə də bu cür formada açılır. Bayırda olan külək, səs, hər hansı bir xoşa gəlməyən hadisə belə içəri daxil ola bilməz. İyi baxımından, soyuq baxımından, külək baxımından, eyni zamanda yağış da içəri daxil olmur. Çünki xüsusilə də bax bu pəncərələrdə əsl Alman keyfiyyətli Veka profillərindən istifadə olunur. Hər zaman bilirsiniz ki, və mən bunu dönə-dönə deyirəm ki, mən verilişimdə ən azından tam keyfiyyətli bir məhsullardan çalışırıq istifadə edək ki, təmirimiz birinci keyfiyyətli olsun, sağlamlığa tam zərəri olmasın. Ən azından burada insanların, bizim özümüzün, doğmalarımızın ya gözəl sağlam həyat sürməsindən söhbət gedir. Odur ki, siz də orijinal Veka profillərindən istifadə edin. Veka şirkətinin nömrələrini sizə xatırladım. 050 208 05 26. Şəhər telefonlarından isə 012 510 40 83 nömrəsinə müraciət edə bilərsiniz. Bu arada nəzərinizə çatdıraq ki, verilişimizin əsas dəstəkçisi məsələ Veka, əsl Alman keyfiyyətli profillərdir. Siz də özünüzün və doğmalarınızın həyatını tam qorumaq istəyirsinizsə, onda pəncərə və qapılarınızı mütləq Alman profili olan Vekadan seçin. Müasirliyi və orijinallığı bir arada yaradan Sinans İnşaat şirkəti bugünkü mənzilimizdə olduqca orijinal bir dizayn həlli həyata keçirəcək. Əgər siz də öz evlərinizi möhtəşəm görmək istəyirsinizsə, onda mütləq Sinans İnşaata müraciət edin. Pəncərələr sadə, pəncərələr tağ şəkilli, dairəvi şəkilli, qapılar, ştulplu qapılar, Veka profilinə nə istəsən düzəltmək olar. Hər nə istəsən düzəltmək olar. Vertikal şüşələndirmədən danışırıqsa, burada sizə təqdim etdiyimiz Veka slide qalxan və aralanan qapılardır. Burada biz iki əsas laydan ibarət konstruksiya görürük. Prinsip etibarilə bu cür laylar 4-ə qədər artırıla bilər. Bu qərarla 6 metrə qədər uzunluğu və sadə quruluşda 2 metr 20 santimetr, ağ quruluşda isə 2,5 metr hündürlüyü olan boş aranı bağlamaq olar. Bu konstruksiya Veka slide qalxan və aralanan sistem adlanır. Gördüyünüz bu konstruksiya qalxan və aralanan sistemdir. Bu sistem ona görə qalxan və aralanan adlanır ki, onu açanda qulpu yavaşça çevirirsiniz və sistemin bir layı insan gözü üçün bir o qədər də hiss olunmayan milimetrdən də az qalxır və xüsusi rezlə asanca sürüşür. Bu elementin ağırlığına, iriliyinə və etibarlılığına baxmayaraq, o bir qulpla idarə olunur. Və Veka slide sisteminin qurulduğu evdə insana lazım olan səviyyədə açılmağı təmin etmək üçün istənilən vəziyyətdə fiksaja salınır. İnanıram ki, zövqünüzü oxşadıq. Çünki bu vaxt ərzində həm çalışdıq orijinal interyer göstərək, həm də ki, sizin ürəyinizcə olsun. Ev sahibləri də bizdən razılığını bildirdilər. Bəs siz də əgər öz interyerlərinizi təmir etdirmək istəyirsinizsə, onda mütləq bizim verilişimizi izləyin ki, maraqlı məlumatları məhz bizim sayəmizdə əldə edəsiniz. Müasir evdən bugünlük bu qədər. Hələlik.